Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulullah ve ala ahli beytih ve ala zurriyyetih. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Lehul mulku ve lehul hamd. Yuhyi ve yumit ve yumit ve yuhyi biyedihil hayr ve huve ala kulli şeyin kadir. Deməli, bugün bizim dərsimiz Qabusnamədə tövhid anlayışı məsələsinə toxunmaqdır ki, Qabusnamə kitabında birinci fəslin elə tamamı ona aiddir və Qabusnamənin müəllifi oğluna müraciət edir ki, ay oğlum, bil, agah ol, dünyada olan, olmayan, ola bilən, hər nə varsa, hamısını olduğu kimi adam dərk edə bilər. Yalnız böyük yaradandan başqa, aləmlərin xaliqindən başqa onu dərk etməyə yolu yoxdur. Ondan savay nə varsa, hamısı dərk edilmək üzrədir, dərk edilə bilər. Sən yalnız o zaman Hak Teala'nı dərk edə bilərsən ki, özün dərk etməz olarsan. İndi deyək, Allah Təbarək və Teala Qur'anında leysə kəmislihi şey, onun kimi bir şey yoxdur, buyurur. Deməli, mən də dərk edildim, Allah da göründü, mən də göründüm, mən də xəyala gəldim, o da gəldi. Yəni, mən də onun kimi oldum, o da mənim kimi, bu olmaz. Yəni, bu olmaz da, heç bir şey onun kimi deyil, nə görünmək. Əgər xəyala bir şey gəlirsə, xəyala gələn olduğundan ayrıdır. Amma Allah təkdir, cüzlərə də bölünmür, gərək ki, onda əgər dərk edilərsə, iki tanrı olmuş olsun, bir bizim xəyalımıza gələn, bir də özü. O da mümkün deyil, çünki bu da küfr olur. İndi Qabusnamənin müəllifinin dediyinə oxumağa davam edirəm, inşallah izahlarla. Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir. Əgər maddə naxış qəbul eləmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Bir maddədir, naxış qəbul eləmir. Necə onun üzərinə naxış vurmaq olar ki? Görmürsənmi, mum daşa nisbətən daha tez naxış qəbul edən olduğundan ondan möhür hazırlanır. Mum daşa nisbətən daha tez naxış qəbul edir, ondan möhür hazırlayırlar. Daşdansa hazırlamırlar. Deməli, dərk edilmiş hər bir şeydə bir dərk olunma xüsusiyyəti var və o, yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, yaradana baxma. Sən yaradılmışa diqqət elə, yaradanı əql ilə dərk edə biləsən. Düzdür, 5 hissiyyat üzvü ilə dərk edilməz o. Ancaq yaradanı bu mənada dərk etmək olar ki, onun varlığını dərk etmək mümkündür. Buyurur ki, Qabusnamənin müəllif oğluna, ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir. Keçici şeyin isə əvvəli və sonu olar. Sonra oxuyuram, buyurur ki, bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman etmə ki, bu bağ həmişə açılmamış qalacaqdır. Sən yaradanın yaxşılıqları və neymətləri haqqında fikirləş. Özü barəsində fikirləşmə, çünki yolu o adam daha çox azmış olar ki, yol olmayan yerdə yol axtarsın. Yol olmayan yerdə necə yol axtara bilərsən? Hardan gedərsən? Peyğəmbər sallallahu aleyhi və aleyh, yəni Qabusnamənin müəllifi xatırladır bunu, deyir, o
o demişkən ki, Allahın neymətləri haqqında fikirləşin, zatı haqqında fikirləşməyin. Allahın vücudu haqqında necə fikirləşə bilərsən? Əgər bizi yaradan Allah şəriət sahibləri vasitəsilə öz bəndələrinə onun yolunu tapmağa cəsarət etmək ixtiyarını verməsəydi, heç kəsdə o cürət ola bilməzdi ki, Allah Teala'nın dərk edilməsi haqqında bir söz deyə bilsin. Çünki sən haqqı nə adlandırırsan adlandır, ona nə kimi sifət verirsən ver, bu yaradanın ilahilik və rübubiyyətinə deyil, yalnız sənin acizlik və miskinliyinə dəlalət eləyər. Çünki sən Allahı heç vaxt layiq olduğu qədər tərifləyə bilməzsən. Belə olan təqdirdə sən onu necə dərk edə bilərsən? Oxuyuruq, azanda, namazlarda təkbiratul ehram deyirik, Allahu Əkbər deyirik, yəni Allah böyükdür, necə böyükdür, vəsf edilməkdən böyükdür. Davamını oxuyuram. Məgər sən tövhidin nə olduğunu bilmək istəyirsənsə, bil ki, sənin üçün mümkün ola bilməyən hər şey onun üçün mümkündür. Məsələn, təhlik kimi. Hər kim təhliyin mahiyyətini anlasa, o müşriklikdən azad olmuş olar. Təhlik yalnız böyük yaradana xasdır. Ondan başqa nə varsa, hamısı züddür. Yəni, Qabusnamənin müəllifinin fikirləridir. Buyurur ki, Qabusnamənin müəllifi, xüsusiyyətinə görə ikiləşən hər şey ya tərkibinə görə ikiləşər cisim kimi, ya parçalanmağına görə ikiləşər ədəd kimi, ya cəmlənməsinə görə ikiləşər sifət kimi, ya təzahürə görə ikiləşər cövhər kimi, ya mənşəyə görə ikiləşər əsli və fəri kimi, ya məkana görə ikiləşər fəza və boşluq kimi, ya vəhmə görə ikiləşər ağıl və nəfs kimi, ya müvazinətə görə ikiləşə bilər təbiət və surət kimi, ya qarşılaşmaya görə ikiləşə bilər oxşarlıq və fərqlilik kimi, ya quruluşuna görə ikiləşə bilər maddə və ünsür kimi, ya hadisənin başlanğıcına görə ikiləşə bilər məkan və zaman kimi, ya həddinə görə ikiləşə bilər ehtimal və qətilik kimi, ya qəbul edilmə nöqteyi nəzərindən iki ola bilər azlıq və çoxluq kimi, ya dərk edilmə nöqteyi nəzərindən iki ola bilər varlıq və yoxluq kimi. Bunlar nə qədər ziddiyyətli və əks olsalar da yenə ikilik əlamətinə malikdir. Həqiqətdə onları tək adlandırmaq olmaz. Təklik yalnız Allah Teala'ya aiddir. İkilik xüsusiyyət olan nə varsa onların heç birisi Allah ola bilməz. Tövhidin mahiyyəti ondan ibarətdir ki, ürəyinə gələn hər şeyin Allah olmadığını biləsən, onların şəriki və tayı olmayan bir Allah tərəfindən yaradıldığını qəbul edəsən. Çox təəssüflər olsun ki, Qabusnamənin müəllifinin əsrlər əvvəl başa düşdüyü bu məsələləri bugün biz başa sala bilmirik kimlərəsə. Hərə bir ağıl danışır, hərə bir söz deyir. Yəni, bunun hər birisinin izahı var. Hər kəs bir, yəni hər biriniz sizin bir götürüb bunun bir cümləsi haqqında düşünsəniz, çox şey əldə etmiş olarsınız. Ancaq biz düşünmürük. Mən də buna baxdıqdan sonra müəyyən bir hissəsi haqqında düşünmüşəm. Tam düşünməmişəm bunlar haqqında. Ancaq Qur'an ayələrindən birini tövhid haqqında götürüb düşünmək lazımdır ki, məsələn, elmin Allahın zatı olması, yəni Allahın elminin ondan ayrı olmaması məsələsini düşünmək lazımdır ki, yəni əzəldən alimidir, hər şeyi bilirdi. Bizim öyrənməyimiz necədir? Bir qaba su tökürlər, qaba suyu tökdükcə dolur, yəni töküldüyü ərəfədə,
az-az qalxır yuxarı və qabd olur. Yəni bizim elmimizdə budur. Ancaq alma, qəbul eləmə nəticəsində. Ancaq Allahın elmi bizim dərk etdiyimiz elm kimi deyil. Onun zatı ilə elmi yəni birdir. Yəni elmi onun zatından ayrı deyil. Əgər elminin başqa bir yerdə olduğunu düşünsək onun, yəni yaradılmış bir şey olduğunu düşünsək, heç bir şey bilməyən şəxsin nəysə yaratmasında bir hikmətin olduğunu anlaya bilmərik və yaxud aləmlərin özünü Tanrı kimi qəbul etsək, artıq bu panteizmə, materializmə gətirib çıxardar bizi və bu da İmam Əlini inkar etmiş olaraq. Çünki İmam Əli əleyhissalam Allahın əhədiyyül məna məsələsini əhədiyyül məna olduğunu dedikdə belə izah etmişdi ki, vücudda, xəyalda və təfəkkürdə bölgəyə məruz qalmaz, təkdir. Yəni bizim dərk etməyimiz, tövhidin mahiyyətini dərk etməyimiz, haqqı dərk etməyimizə gətirib çıxara bilər bizi. Yəni əsas elm tövhiddir, Allahı tanımaqdır. Qalan elmlər əlavə elmdir. Yəni Allahın alimliyi, Allahın diriliyi, diri onun özüdür. Məsələn, diri onun özüdür. Dirilik sifətini desək. Alim də onun özüdür. Bizim elmimiz bizdən ayrıdır. Biz cüzlərə bölünmüşük. Ancaq Allah belə deyil. Təbiət, aləmlər cüzlərə bölünür. Allah belə deyil. Ancaq o şeylər dərk edilə bilər ki, yaradılıblar. Yaradanın özü dərk edilə bilməz. Bu mümkün deyil, heç cür. 500 sözlüklə dərk edilə bilməz. Yəni toxunula bilməz, əllə toxunulmaz, gözlə görülməz, qulaqla eşidilməz. Allah təbarək və təalanı sən necə dərk eləyə bilərsən ki? Yəni hər kəs bu mövzular ətrafında düşünsün inşallah. Yəni bir dəfə tamam danışarıq. Yəni bundan artıq danışa bilmirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.